Ümumilli lider siyasətin anatomiyasını çox gözəl bilirdi və real siyasəti dəyərləndirməyi bacaran, onu həyata keçirməyi müxtəlif vasitələrlə bilən şəxsiyyət idi və ona görə də atdığı addımları daha çox dövlətçilik nöqteyi nəzərindən, siyasi deyək ki, əlaqələri, kommunikasiyaları bilmək nöqteyi nəzərindən həyata keçir. Çətin məsələ idi. Biz bəzən bunu tarix olaraq oxuya bilərik, bir siyasət olaraq oxuya bilərik. Amma burada atılan addımlardan xüsusilə də baxanda biz bunun nəticəsini görə bilirik. Məsələn, 79-cu il konstitusiyasının qəbul edilməsi, düzdürmü? Azərbaycan SSR-nin. Orada Azərbaycan dilinin dövlət dili olaraq, yəni Azərbaycan SSR-nin dili olaraq daxil edilməsi o dövrə qədər olmuşdumu? Xeyr. Düzdürmü? Onu daxil etməklə həm də bir milli kimlik yaratdı. Bax, fenomenallıq buradadır.